Gözəl şairimiz Əkbər Dağlaroğlu yazır ki, yaman uzun oldu bu köç karvanı. Görün bəxtimizə nələr yazıldı. El-oba yurdumdan dərbədər oldu. Körpəsin çadırda bələr yazıldı. Bir çoxu görmədi dönüşü yurda. Əmanət qoyuldu torpağa burada. Dağılmış məzarlar qəribdir orada. Gözləri yoldadır, gələr yazıldı. Yurdumun dəlisi divanəsiydim. Gül açan nərgizi bənövşəsiydim. Dağlara səs salan əfsanəsiydim. Torpaq deyə-deyə mələr yazıldı. Sağlam gəlmiş idim, xəstəyə döndüm. Yuvası dağılan ölənlə öldüm. Bizlərə yad baxan gözləri gördüm. Əkbər də vətənsiz ölər yazıldı. Əkbər də vətənsiz ölər yazıldı.